Studiyada qonağımız millət vəkili Bəhruz Məhərrəmovdur. Bəhruz müəllim, elə qaldığımız yerdən davam edək. Ümumiyyətlə, necə düşünürsünüz? Məhz qlobal mənzil böhranının aradan qaldırılması üçün Ümumdünya Şəhərsalma Forumunun keçirilməsinin nə kimi əhəmiyyəti var? Bilirsiniz ki, hazırda qlobal bütün istiqamətləri əhatə edən bir transformasiyaya şahidlik edirik. O cümlədən də şəhərsalma prosesləri, mənzil təminatı istiqamətində, daha yaxşı yaşayış istiqamətində çox ciddi bir hərəkət başlayır. Amma paralel olaraq da insan yaşayışını, insan təhlükəsizliyini təhdid edən bir dövrə qədəm qoymuşuq. Faktiki 3-cü Dünya müharibəsi davam edir. Belə olan təqdirdə təbii ki, yanaşmaların spesifikliyi və bu yanaşmalarda təşəbbüsləri ələ almış dövlətlərin nüfuzu, liderlərin nüfuzu kifayət qədər əhəmiyyət daşıyır. Bilirsiniz ki, BMT-nin dayanıqlı inkişaf məqsədləri var və bu dayanıqlı inkişaf məqsədlərindən də 11-incisi dayanıqlı şəhərlər və icmalardır. Dayanıqlı dedikdə biz nəyi nəzərdə tuturuq? İnsan yönümlü olması, yəni həm təhlükəsiz olması, iqtisadi cəhətdən, sosial cəhətdən insanların orada yaşaya bilməsi və bir də müasir çağırışlara cavab verməsi, yəni yeni texnologiyalar münasibətdən, yaşıl ekosistem baxımından və əlbəttə belə bir ağır tələblər fonunda müasir dövrdə biz 11-ci, 13-cü forumun biz fəaliyyət istiqamətlərinə diqqət etsək, bu yalnız urbanizasiyada sadəcə bir konferans deyil. Bu bütövlükdə qlobal urbanizasiya proseslərində yeni bir mərhələdir. Gələcək şəhərlərin ekosisteminin, xüsusən yaşıl enerji, iqtisadi dairə, hansı ki o iqtisadi enerji dairəsi, tullantıların dairə olunmasından ibarət bir dairə var. Onlarla təmin olunmuş yeni şəhərlərin salınması istiqamətində bu ekosistemin dizayn edən bir ümumbəşəri hadisəyə çevriləcək. Və bilirsiniz ki, bütövlükdə BMT-nin müvafiq mexanizmlərinin içində şəhər salma forumu özlüyündə COP-dan sonra ikinci ən böyük bu istiqamətdə prosesdir. Niyə Azərbaycan? Bilirsiniz, Azərbaycanın bu istiqamətdə kifayət qədər bölüşəcək nümunəsi var. Azərbaycan bugün dünyanın elə BMT-nin özünə üzv olan dövlətlərin, 200 dövlətdən 40-dan daha böyük bir ərazidə bugün ən müasir şəhərlər salır, yaşayış məskənləri salır. Bilirsiniz, şəhər salmaq bu hələ hər şey deyil. İlk növbədə şəhərlərin dayanıqlığı çox vacibdir. Şəhərlərin hamı üçün olması və bir də şəhərlərdə əlverişli mənzil anlayışı. Hamı üçün şəhər burada yalnız hamının kimin maddi imkanları çatacaq ev alması imkanına malikdir. Bununla ölçülmür. Hamı üçün şəhər eyni zamanda burada hamı üçün iş yerlərindən söhbət gedir. Eyni zamanda inklüziv imkanlardan qocalar, uşaqlar, həmçinin əlillər, bunlar üçün olan imkanlardan, şəhərin bütövlükdə yollarından səhkilərinə qədər insan yönümlülüyündən söhbət gedir. Şəhərdə sağlamlıq baxımından müvafiq infrastrukturun olması, eyni zamanda yaşıl enerjinin tətbiqi, daha sağlam ekosistemin tətbiqi, bunların hamısı vacibdir. Azərbaycan bugün tam mənada dünyanın BMT-yə üzv olan 40 ölkəsindən daha böyük ərazidə bax belə bir nümunə yaradır. Yəni təsəvvür edin, Azərbaycan Lüksemburqdan daha böyük, bir neçə dəfə böyük bir ərazidə, əgər Lüksemburq özünün hansısa bir şəhəri ilə bağlı Ümumdünya Şəhərsalma Forumunda təqdimat edə bilərsə, Azərbaycan elə Lüksemburqun özü qədər və yaxud Slovakiya ölçüdə az qala, Livan ölçüdə təsəvvür edin bir ölkə ərazisini yenidən qurur və BMT-nin dayanıqlı inkişaf məqsədləri, dayanıqlı şəhərlər və icmalar o məqsədlərinə necə nail olur bir nümunə yaradır. Və təbii ki, cənab İlham Əliyev bu prosesdə onun şəxsi təşəbbüsləri, liderliyi bu prosesdə təbii ki, Azərbaycana olan inamı, Azərbaycana olan etimadı təməlində dayanan amil kimi çıxış edib. Əslində, Bəhruz müəllim, biz həm də Azərbaycanın bu sahədə nümunəvi bir ölkə olduğunu da qeyd edə bilərik. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda ağıllı şəhərlər, ağıllı kəndlər konsepsiyası. Çünki bunlar hamısı bir nümunədir və ölkəmizə təşrif buyuracaq müxtəlif ölkələrdən olan insanların, nümayəndələrin, məhz bu işlə məşğul olan belə deyək, şəxslərin marağında olacaq, həm də onlara bir təqdimatı olacaq. Ümumiyyətlə, necə düşünürsünüz? Məhz bugün ağıllı kənd, ağıllı şəhər konsepsiyası nə dərəcədə xüsusi rola malikdir? Bilirsiniz ki, şəhərsalma forumunda çox qısa bir müddət qalıb, hazırlıqlarımızı tam şəkildə demək olar ki, tamamlamışıq.
Forumda dünyanın ən nüfuzlu şəhərsalma mütəxəssisləri, yəni siyasilərlə, aidiyyatı istiqamətdə dövlət hökumət rəhbərləri ilə yanaşı ən nüfuzlu şəhərsalma mütəxəssisləri iştirak edəcək və bizim onları yalnız ağıllı şəhər, ağıllı kəndlə təcrübləndirməyi, gözləməyimiz sadəlövhlük olar. Amma məsələ ondan ibarətdir ki, Azərbaycan BMT-nin dayanıqlı inkişaf məqsədlərini rəhbər tutaraq yeni, istər Qarabağ və Şərqi Zəngəzurda, istər Bakıda, istər digər bölgələrimizdə başladığımız bu yeni hərəkat, başladığımız o xüsusi yanaşma əslində ayrıca elə bir nümunədir ki, doğrudan da biz gələn qonaqları təcrübləndirə və gələcək şəhərsalma ekosisteminin o dizayn edilməsində aparıcı rollardan birini üstlənə bilərik və görünən də odur ki, bunu bacaracağıq. Bilirsiniz, yalnız mən bir daha deyirəm, Qarabağda, Şərqi Zəngəzurda görülən işlər bu miqyası sözün əsl mənasında ölçülməyəcək işlərdir. Amma digər tərəfdən də Azərbaycanın özünün Azərbaycan 2030 sosial-iqtisadi inkişaf məqsədlərinə baxaq. Orada qayıdışa baxaq, eyni zamanda qarşıya qoyulan sosial-iqtisadi məqsədlərə baxaq və yaxud Vətən müharibəsindən sonraki dövrlərdə. Əgər biz bugün şəhərsalma dedikdə, dayanıqlı yaşam dedikdə, əlverişli mənzil şəraiti dedikdə, hamının mənzil əlçatanlığı barədə danışırıqsa, baxın, Azərbaycan davamlı şəkildə mənzil təminatına ehtiyac duyulan az təminatlı ailələr və yaxud Azərbaycan bugün dünyanın böyük bir sıra ölkələrindən daha çox əhalisindən daha çox, yəni təqribən milyon yarıma yaxın insanın evindən, eşiyindən didərgin düşmüş insanın məskunlaşmasını təmin edib bir təcrübə ortaya qoyub. Bunu indiki halda müasir dünyada etmək çox çətin məsələdir. Ötən dövr ərzində Azərbaycan bunu bacarır. Vətən müharibəsindən sonraki dövrdə Azərbaycan müharibə iştirakçılarının, şəhid ailələrini, düzdür, bunlar sosial addımlar kimi görünür, amma eyni zamanda da əlverişli mənzil anlayışının təməlində dayanan o prinsiplərin realizəsi deməkdir. Yəni Azərbaycan nümunəsi bugün qonaqlara, gələn mütəxəssislərə, siyasilərə və s. göstərəcəyimiz və sözün əsl mənasında öyrədəcəyimiz çox şey var. Əlbəttə ki, biz öyrətmək iddiası ilə bunu etməmişik. Burada qarşılıqlı olaraq ekodizaynların qarşılıqlı olaraq təcrübə mübadiləsindən söhbət gedir. Amma istənilən halda bizim nümunəmiz, bizim bu bölgədə quruculuq, bərpa prosesində aparıcı rolumuz, işğal, təcavüz faktorunu ortaya atan, bunu realizə edənlərdən fərqli olaraq quran, yaradan bir dövlət olduğumuzu göstərmək üçün çox yaxşı imkandır və digər tərəfdən də bilirsiniz, Azərbaycan artıq qlobal miqyaslı tədbirlərə ilk dəfə deyil ki, ev sahibliyi edir və COP29-un ardınca Ümumdünya Şəhərsalma Forumunun 13-cü forumun Azərbaycanda təşkil edilməsi, bu istiqamətdə bilirsiniz ki, hələ 2023-cü ildən aidiyyatı addımlar atılır. Dünyanın nüfuzlu, nəhəng dövlətləri, məsələn, Çinin timsalında biz gördük, bu foruma Azərbaycanın ev sahibliyi etməsinə ciddi şəkildə ev sahibliyi, ciddi şəkildə dəstəyin göstərilməsi. Bunlar əlbəttə ki, proseslərin, o cümlədən də elə bu forumun gələcək əks-sədası ilə bağlı indidən proqnozlar yürütmək üçün kifayət qədər əsaslar verir. Əslində, Ümumdünya Şəhərsalma Forumu deyiriksə, burada təbii ki, həm də qlobal miqyasda yaranan problemlərdən söhbət gedir. Çünki biz təkcə Azərbaycanı qeyd edə bilmərik ki, məsələn, insanlar kəndlərdən şəhərlərə axın edir. Bu artıq dünyada yaranmış bir problemdir. Və bu da müəyyən mənada müəyyən suallar yaradır, müəyyən mənzil problemlərini gətirib çıxarır və hansı addımlar atılmalıdır ki, urbanizasiyanın qarşısı alınsın? Əlbəttə, bu ilk növbədə iqtisadi, sosial aspektlərə dayanan addımları zərurətə çevirir və Azərbaycanda, elə Azərbaycan bilirsiniz, ona görə daha çox Azərbaycan nümunəsinin üzərində dayanırıq ki, biz ev sahibliyi edəcək bizik və gələndə nailiyyətlərimizi biz bölüşəcəyik. Azərbaycanda istər kənd təsərrüfatı sektorunun inkişafı istiqamətində dövlətin atdığı praqmatik addımlar, kifayət qədər intensiv xarakter daşıyan görülən tədbirlər yerlərdə, xüsusən kənd təsərrüfatı əsaslı iqtisadiyyatın, sənayinin inkişafı ilə bağlı, köklü dəyişikliklərlə bağlı həyata keçirilən tədbirlər, bunlar təbii ki, qeyd etdiyiniz urbanizasiya prosesində önəmli maneə kimi çıxış edəcək. Yəni,
kənddən şəhərə axış prosesinin qarşısının təbii yolla, könüllü yolla alınması istiqamətində çox önəmli bir addım olacaq. Həmçinin bilirsiniz ki, artıq bölgələrdə iş yerlərinin açılması istiqamətində çox ciddi məsələlər həllini tapmaqdadır. Azərbaycan ərazilərinin 20%-dən artıq işğaldan azad olunduqdan sonra həmin bölgədə quruculuq bərpa prosesi həyata keçirilirsə, təbii ki, yeni yanaşmalarla həyata keçirilən həmin o tikinti, quruculuq, bütövlükdə şəhər salma, yaşayış məskənləri salma, bunlar özləri artıq, bu özü özlüyündə artıq paytaxtı, iri şəhərləri böyük bir belə deyək, yaşam kütləsindən xilas edir. Daha çox şəhərin rahat nəfəs almasına, tıxaclardan, o cümlədən tullantılardan, enerji israfından daha çox xilas edir və yeni yanaşma isə, məsələn, ənənəvi üsullarla salınmış şəhərlər, böyük şəhərlərimiz, rayon mərkəzlərimizdən fərqli olaraq Qarabağ və Şərqi Zəngəzurda ən müasir ekosistemin dizaynı əsasında formalaşan ağıllı şəhərlər, ekoloji yaşıllıq dostu prinsipləri rəhbər tutularaq atılan bu addımlar, bu artıq əlbəttə qeyd olunan istiqamətdə artıq həmin bölgələri paytaxtdan daha cəlb edici, cəzb edicidir. Eyni zamanda orada şəhər salma proseslərindəki quruculuq, işçi qüvvəsinə lazım olması, həmin ərazilərdə yeni infrastruktur obyektlərinin yaradılması, təbii ki, bunlar Azərbaycan nümunəsidir. Yəni, biz tutaq ki, şəhərlərə gəlişi hansısa sənədləşmə ilə, hansısa tək cüt nömrələrlə məhdudlaşdırmırıq. Bu dünyada qəbul olunan və kifayət qədər uğurla deməli tətbiq olunan bir haldır. Amma biz daha çox bölgələrdə iş yeri açmaqla, bölgələrdə daha yaxşı şəraitə nail olmaqla və daha müasir infrastrukturlar qurmaqla bax o urbanizasiya prosesinin bəlalarına xilas olmağa çalışırıq və açığı yaxşı da nümunə var. Cəmi biz həmin əraziləri 5 ildən bir qədər artıq ki, işğaldan azad etmişik və Cənab İlham Əliyevin qətiyyəti ilə həmin ərazilər, bilirsiniz, həmin ərazilərdə tam şəkildə minalanmışdır, amma Cənab Prezidentin qətiyyəti ilə həmin ərazilərin nəinki minadan təmizlənməsi, ən müasir, Qafqazın və Avropanın ən müasir yaşayış məskənlərinin birinə çevrilməsi istiqamətində atılan addımlar və nəticələr sayəsində artıq orada 80 mindən çox insan yaşayır və bu 80 mindən çox insanın heç olmasa 40 mindən artığının iş yeri deməkdir. Doğru. Və bu da əlbəttə ki, kifayət qədər ciddi nümunədir. Ümumiyyətlə, Bəhruz müəllim, necə düşünürsünüz? Qlobal münaqişələr, müharibələr məhz yeni şəhərlərin salınmasına nə dərəcədə təsir göstərir? Məsələn, biz burada Rusiya-Ukrayna müharibəsi fonunda bunu qeyd edə bilərik. Çünki müharibələr həm də sürətli və güclü qaçqın axınına gətirib çıxarır. Bu fonda bunların təsiri özünü necə göstərir? Əlbəttə, bu kifayət qədər ciddi təşəbbüskarlıq, ciddi liderlik tələb edən bir amildir və proqnozlaşdırma kifayət qədər praqmatik olmalıdır. Bilirsiniz, Azərbaycan əlbəttə heç bir şəhəri müharibə olarkən daha az zərərlə qurtulsun deyə bunu təbii ki, inşa etmək mümkün deyil. Raketlərin, topların qarşısında təbii ki, bütün tikililər acizdir və yaxud şəhərləri də xüsusi militarist tipdə inşa etmək, hava hücumundan müdafiə sistemlərini hər addımdan qoymaq, bu da ağlabatan deyil. Amma ən yaxşısı, mən bir daha dedim, dövlətin seçdiyi praqmatik siyasət. Məsələn, Azərbaycan bugün ən böyük üstünlüyü zamanında atılmış praqmatik addımlardır. Cənab İlham Əliyevin qonşularla qurduğu münasibət, çox vektorlu xarici siyasət kursumuzun uğurla realizəsi bizi bugün təhlükəsizlik adasına çevirib. Azərbaycan eyni zamanda heç vaxt müharibəyə həll yolu, çıxış yolu kimi baxmayıb və konstitusion olaraq da müharibələri həll yolu kimi rədd edir. Amma eyni zamanda paralel olaraq biz ərazilərimizi işğaldan azad etdikdən sonra yaradılan yeni reallıqda sülhün təşəbbüskarı olaraq biz şəhərlərimizdə, kəndlərimizdə yeni müharibə ehtimallarından sığortalamış oluruq. Həmçinin zamanında atılan uğurlu addımlar, məsələn, quru sərhədlərinin bağlı saxlanması bizim cənub şəhərlərimizi elə ən yaxın dövrlərdən götürək böyük qaçqın selindən xilas etdi. Əlbəttə, Azərbaycan insani yanaşmanı həmişə rəhbər tutur. Bəli, biz qonşumuzda baş verən proseslərə biganə qala bilmərik. Ona görə də Azərbaycan İrana ən çox və ilk yardım göstərənlərdən, humanitar yardım göstərənlərdən biridir. Amma eyni zamanda təbii ki, bizim özümüzün də təhlükəsizlik cizgilərimiz var və Cənab İlham Əliyevin liderliyində biz bu cizgilərin insanpərvərlik və dövlət təhlükəsizliyi arasında o incə cizgini çox uğurla qoruya bildik. Son olaraq soruşmaq istəyirəm, Bəhruz müəllim, ümumiyyətlə necə düşünürsünüz? Məhz
Azərbaycanın ev sahibliyi edəcək Ümumdünya Şəhərsalma Forumunda nələr əldə oluna bilər nəticə olaraq? Əslində qarşıda ciddi məqsədlər var. Bilirsiniz ki, 13-cü forum həm də hesabat forumu olacaq. UN Habitat-ın həmçinin yeni gündəlik, şəhərsalma gündəliyinin 10 illiyi ilə bağlı məsələlər var. Qarşıya ciddi məqsədlər qoyulub. Qeyd etdiyim kimi transformasiya dövründəyik. Yalnız urbanizasiya proseslərinin problemləri müzakirə olunmayacaq, həm də qarşıda dizayn prosesləri dayanır. Yəni, yeni şəhərsalma necə olmalıdır, qarşıda hansı məqsədlər var, biz bunları əslində müəyyən etmiş olacağıq və bu mənada Azərbaycan əslində yeni dünya, yeni şəhərsalma, yeni mənzil təminatı prinsiplərinin məhz hazırlandığı bir nöqtəyə liderlik formalaşdığı yeni dünyada şəhərsalma liderliyinin o dayanıqlığının təmin olunacaq gücün, əzəmətin formalaşdığı bir mərkəz kimi tarixdə qalacaq.